Bura Xocalı rayonunun Badara kəndidir. Keçən ayın 24-dən qardaşım bir köçü gəlibdi. Bununla gətirib 3 otaq əvəzinə, bir otağı ortadan bölüblər, 3 otaq əvəzinə. O da 2-nin 2-yədir, 2 yarım hələ deyil. Cənab Prezident, sizdən çox xahiş edir ki, bu haqsızlığa yol verilməsin. Sizi alladırlar, nümayəndəli sizi alladır, Cənab Prezident. Çox xahiş edirəm, Mehriban xanım, sizdən çox xahiş edirəm ki, bu anamgil, bu qalıbdır, qardaşımgil. Qalıb şüşədə. Keçən ayın 24-də bunlar qalıb şüşədə. Elin mənim deyir ki, köçünü qaytarın geri. Biz 35 ildir bu torpağa tamadık, köçünü nətər qaytaraq geri. Sizdən çox xahiş edirəm, Cənab Prezident, sizə yalvarıram. Bu işlə maraqlansınlar, gəlsinlər, biz 3 otaq üçün 2 otaq versinlər. 2 otaq versinlər, amma biraz iri olsun ki, bunların aynı onu yönləsin. Çox xahiş edirəm, Cənab Prezident, Mehriban Əliyev, sizə yalvarıram. Nümayəndəli işləmir, nümayəndəli baxmır. Çox xahiş edirəm, bir də kömək eləyəsiniz. Elvin müəllim də heç baxmır, Elvin müəllim deyir ki, köçünüzü qaytarın geri. Mən nətər köçümü qaytarım? 35 il mən bu torpağa yalvarıram, biz köçürəm ki, torpağımıza qaytar. Çox xahiş edirəm, Cənab Prezident, bu iş nəzarətə götürülsün, bu işlə maraqlansın. Çox xahiş edirəm ki, bizə 2 dənə, 3 otaq düşür, 2 otaq versin, yolun otaq versin. Bax belə, sizdən çox xahiş edirəm, Cənab Prezident, sizə yalvarıram, qadan alın.